Salamlar, mən Aqila Uyğur. Bugün Ormanlıqdakı Oyunlar deyən kitabının davamını oxuyuram. 6-cı bab, Gülzüba bilən Dilraba. Gülzüba bilən Dilraba ikisinin Tusuqның sınlısı ikənligini bildirlər. Ular başlanğıç məktəbinin 3-cü ilində oxuyatdı. Ular dərslərini yaxşı öyrənirdi. Gülzüba sınıfının öyrəniş heyəti. O tirişcan olub qalmay savaqdaşlarına yardımlaşırdı. Dilraba azraq könül qoysa, Gülzübadan çalışma nəticəyə erişəliydi. Bırak o bəzidə horunluq qılıb tapşırıqını Gülzübadan köçürüb aldı. Bulub mu onun matematiki dərsi bilən xoşu yox idi. Onun bu tərəfi Tusuqqa oxşaydı. Onlar ormanlıqdan qayıtıb gəlgəndə keyin Tusuqның nurğun gəplərinin yalğan emas rast ikənligiga işləndi. Ular şu işlərini öz gözü bilən görməyən bolsa, Tusuqның sözlərinə hərgiz işlənməyən bolardı. Burun Tusuq ularga Köktoşqan və Seyriqtoşqan haqqında sözləb bərgən idi. Sizlərinin micazınlar ormanlıqdakı Köktoşqan bilən Seyriqtoşqanğa oxşayıkən. Gülzüba bilən Dilraba Tusuqның gepini yalğan deyə bilsəmu, onun müşündaq çocuk tüsünü alğan gəplərinə amraq idi. Şuna qəsdən Tusuqның ağzını tatlaydı. Aka eniq bir sözləb bərginə o doşqanlarga bizning qandaq yerlərimiz oxşayıkən, onlar bizdə konuşmaqmikən, tapşırıq işləşdən zerikib turğan Dilraba dəftərini bir tərəfə taşlayıb etib aksının közü kirvalatdı. Köktoşqan bilən Seyriqtoşqan mı xuddi sizlərə oxşaş keç-gündüz ayrılmay birli yürüsümü turupla soğuşub qalıdı. Birli bolsa çıxışalmaydı, ayrılsa çizişalmaydı. Köktoşqan işcan, tirişcan, Seyriqtoşqan bolsa hurun cidalxor. Dilraba bu gəpni özüge elib terik getdi. Sən meni hurun toşqan oxşadamsan, mən nədir hurun? Bayadı qol yağlığımın özüm yuydumğu, şumu yuyğının yuydum dəb alıpasaq qılıb qoyub tikənsənkən, mən başqadan yuyub qoydum. Kimsin yuysun dedi, yuyub bolğan qol yağlığını özü başdan yuyub yenidəxi. Onlar ana şundaq təqəlişib, soxuşub qalğalı tas qalatdı. Şu çağda Gülzüba cilərinin aldını aladı. Vay bu akam ağzığı gəlgən yalğan gəpini qılıvatıdı. O ormanlıqda çeçən toşqan mı, hurun toşqan mı yox. Akam bizim terik durup davatqan gəp. Bu akamla başqalarının yalğancı deyini bekar əməskən, əmdi yalğan gəp qılmağına sizini başqalar yalğancı desə bizim açığımız keldikən, onlar tanrı aksığı nəsiyyət qılatdı. Mən rast gəp qılsam mı, onlar işənməyədikən, qandaq qılamən Tusuq amalsız əhvalğa düşüb qalğandək bilsini qaşlaydı. Aka, sən mi ağzına gəlgən gəpini qılmay, başqalar işəngidək gəp qılmamısan? Mən başqalar işənməyidək qaysı gəpini qıpdı mən? Sən daim eyqqinini aldım, yolvas məndən qorxudu, şirimini bək çox gördü, dəb yürsən, ondaq gəplərgə xaq qandaqışındı. Bırak bu gəplərimin həmmisi rast dursa, yalğan Gülzüba bilən Dilraba tanrı varqıraydı. Əmdilikdə onlar aksığı uval qılğanlığını bildi. Gülzüba bilən Dilraba məktəbdən qayıtıb gəlib, tapşırıqlarını işləb olub, oyunun iki tərəfəyə baratdı da toz bilən Aqudan usul oynatdı. Toz Gülzübağa, Aqu Dilrabağa
nəhayət əstaydırlıq bilən usul öyrətdi. Onlar bu işini məhəllədəki və məktəbdəki balalara demək duralmadı. Tənəffüsdə Dilraba bir top balalarını ətrafına yığıb həyəcan bilən sözlədi. Mənə hazır haqqı usul öyrətdi. O usulunu həqiqətən çiraylı oynaydı. Hazır mən onunla usul oynayaydığım buldum. Balalar Dilrabanın sözüge şişənmədi. Fəqət onu qızıqçılıq qılıyordu da düşünüşdü. Dilraba bilən çıxışalmaydığın ayran balalar onu mazaq qılğandək qaqahlab gülüşüb getdi. Hey Şöhrət, nemişki gülürsən, özünce gibim geçənmə adamsan. Açıq gəlgəndə oğul balalar bilən soğuşu verdiğim Dilraba savaqdı Şöhrətinin hicarab durğanlığını görüb vaqırdı. Kəmsöz Gülzban bu sırrını məhəllik balalara deyənmək duralmadı. Hey balalar, mən sizlərə bir gəbini desəm anlamsızlar. Rast gəb mi, yalğan gəb mi? Mən qaçan yalğan gəb qılğan, senin o yalğan gəb qılğanlığını anlamadıq. Bırak, sən tusuq akamının sınlısı Dilrabanın hadisi də bu gəbini anlap ətrafdakı balalar paraq qədər güldü. Sizlər akam bilən sınlımını yalğancı deməkçi mi? Əslində akam yalğan sözləməyədiken biz mi burun onun rast gəbigə işənmək yapdıq. Dilraba ikimiz bunu texi yaxında da bildik. Gülzba balalarga gəbinin rastlıqını tusuq bilən Dilrabanın bu yalğan etməğanlığını şunu düşəndirisi mi? Balalar onun sözge işənməgəndək pıxıldab gülüşdü. Hey Gülzba, akınız bilən sığlığınızın gəbini qili verməyi bizgə dəb verməkçi bolğan gəbinizini bilməmsiz? Bu dəmisi mən sizlərin heyran qaldığım rast gəbdən birini dəb verək. Şəməsənlər özünlərinin işi məni yalğancı deməksizlər cumu. Gülzbanın gəbəyə qızıqıb durğan balalar boldu dəb tənli vaqlaşdı. Gülzba birdən oyunu alğandan keyin gəbinə başladı. Av ormanlıqqa sizlər berib baxqan mı? Gülzba ormanlıq tərəfə qolunu sozdu. Yıraqda qarayıb görünüb durğan ormanlıqqa barğan balalar yox deyərlik idi. Mən bu barmağın o yerdə börbar dəb anıldım bu. Mən anlığan Qasımqamның neçə qoyunu aşı Qasımqamның neçə qoyunu aşı ormanlıqdakı börlər yeyibdikən. Mən o ormanlıqqa dadam bilən neçə qitim barğan, o yerdə börə turmaq çaşqamı yoxkən. Boldu birdən cim turunlar. Sizlər o yerə berib baxmağan, başqalarını yalğancı deyişkə amraq bolğanlar bilən özünlər mi rast gəb qılmayıtkənsizlər. O yerə 2 qitim bardım. Özünüz yalğız bardınız mı? Yox, akan sınlım üçümüz bardıq. O yerdə şişini gördük. Yava atqa mindik, quşlar məhəlləsi berib
kuşlarının nakşilerini anıldık. Bana toz ufkamga akku usul öğütüzgan boldu. Gülzüba ormanlıkta görgenlerige kılçılık mı yalgan gep koşmay sözlep bersimu mahallesideki ballar onağa işenmeyip paraklap gülüp gitti. Bazı adapsız ballar Gülzüba'nın altta ha yalgancı sыңlısı bolgandan keyin yalgancı bolmay nem bolat deyip mazak kılıştı. Dilraba mı Gülzüba'da künge kalgan edi. O mu rast gep kılıvatkan bolsu mu? Ballar onun gepiga işenmey onu sen mi xuddi akangdek yalgancı bolsan dep eyipledi. Ularning gepiga hech kim ishonmadi. Ballar tugul dadisi bilan apasimu ballar dadisi bilan apasimu ularning gepiga ishiniz uyaqtursun quloq mı sap qo'ymadi. Voy bu sizlar mı akanglarni doğrab nazikiyatni qildigan bo'psizlar? Ondaq gapni to'liq qilmay akanglardek qilmanglar. Akanglardek yalg'onchi degan nomga erishib qalmanglar. Reyhongul hada ularning nashliqini berib etib shundoq dedi. Hey qiziqchi bo'lganning nari yomon undaq gapni kamlashtirib qilalaydigan adam qiladi. Balalarni erkin so'zlashga yo'l qo'ymaydigansizlar. Qurbanaga xirildab kulib shundoq deb qo'ydi. Bir kuni Gülzüba bilan Dilraba topshiriqlarini ishlab bo'lib maslahatlashdi. Ukam hozir maktabdagi ham mahalladagi balalar ikkimizni yolg'onchi deydigan bo'ldi. Ularga gapimizni rostligini qanday qilsak bildirolmaymiz. Mushuning amalini qilmasak bizim yolg'onchi degan nomni oldigan o'xshaymiz. Gülzüba terikib qo'llarini uvladi. Buni yaxshi so'rading. Men necha kundan beri ko'p o'ylab uning amalini topdim. Dilraba boshqalar anglab qolmasin degandek Gülzübaning quloqiga pichirladi. Qandaq amal? Sen balalarni qotanga möktirib tursang, men Aquni aytelsam, ular Aquning menga usul o'rgatganligini ko'rsa, gapimizga ishonmasmi? Bu amalning bo'ladigan amsa mahallamizdagi gapimizga ishonmaydigan balalarning hammasini yig'ayli. Ular bu maslahatdan xushal bo'lishib ketdi. Tusuq Mahmud bovaydan deb o'rganayotgan bo'lg'achqa singillarining ishiga aralashmayotdi. Kechqurun mahalladagi balalar Gülzüba bilan Dilrabaning yelinib yalvurishlariga ma'qul bo'lib, Gülzübalarning qotiniga yig'ildi. Gülzüba ular bilan birga qotanga yoshirindi. Dilraba hovlidagi qotanning udildagi yeriga kelib yanchiqqa selib olgan Aquning peyini 3 qatim po'ylagan edi. Shu zaman Aqu uning oldida paydo bo'ldi. Assalomu alaykum Aquada, tinch turyotamsiz? Va alaykum assalom, o'zingiz yaxshi turayotgansiz? Bayramlarga yana qancha kun qoldi? Bayramimizga yana 8 kun qoldi. Undaq bo'lsa, usulning oxirgi qismini o'rganaylik. Aqu xuddi mahir usul o'qituvchilardek sanoqqa keltirib turli usul harakatlarini o'rgatdi. Dilraba astoydil o'rgandi. Uning nozik va chiroyli harakatlari kishini so'yindiradi. Aquning
Akku'nun bazı hareketlerini orundaş təsib olğaşqa Dilraba o hareketlerini qayta məşq qılıb layığa yetkizib orundamağıca unumaydı. Gülzibə qotanda yoşurnub turğan ballarga qandaqkən degəndək məğrurana qarab qoydu. Ballar Dilrabanın nəfəs usullarına qızıqlatqan bolsumu, Akkuni fəqət Gülzibə və Dilrabadan başqa heç kim görəlmədi. Akku qaçanlıqqa gelidu, o yerdən nədə Akku var? Körməyə atamsılar Dilrabağı uslugdu atqan Akku bolmay nimə? Gülzibə hərqan düşəndirsumu ballar Akkuni görəlmədi. Ballar ular bizin ahmaqqa getibdi deb oylab orundurdan turub getişdi. Akku özlüküdən qayıb oldu. Gülzibə bilən Dilraba ballarını Akkuni görəlməgindən texmi tut olub getdi.